Salam Natiq usta, yorulmayasan. Bu işte yekunlaşdırdıq. Bu qiymətlərlə bağlı nə fikirləşsən? Qiymətlərlə bağlı fikirləşirik ki, bu yeni ildə inşallah bu qiymətləri endirim eləməlidir. 50 manatdan 80 manata qaldırmaq lazımdır. Bəli, çox gözəl endirimdir. Kasıblar yaralansın. 50 manatdan birbaşa 80 manata qəşəng. Bəli, əziyyətə dəyər vermək lazımdır. Allah hər kəsin ruzusunu yetirsin. Zarafatdır, damara baxıb qan alırıq. Amma belə işdə ki, bəli, qiyməti budur. Sizdə bu işlərin qiyməti nədir, nə olmalı? Bu əziyyət necə qiymətləndirilməlidir? Bəli, buraxaq bunda izləyicilərin ötəsinə. Bu işin qiymətini siz deyin, neçəyə işdə sərf eləyər? Zəhmət olmasa yazın. Görürsünüz, hər istiqamətdə burada yan daşlar var. Gündən gündə də var, 45 də var, hər bir şey. Bəli, diaqonal, düz, əyri, nə istəyirsiniz var burada.